Ya bu 7. sınıf için bugünler. Yani Aprel'in 12'si. 2026-cı il keçirilən RFM sınavıdır. Güvən Nəşriyyat tərəfindən keçirilib imtahan. Birinci sual bitkilərə aid toxuma qrupudur. Bilirsiniz ki, bitkilərdə birləşik toxuma olmur. Örtük toxuması bəli vardır. Eptel toxuması da heyvanlara aiddir. Ötürücü toxuma da bitkilərdə ola bilir. Ona görə doğru cavabımız buradan D variantı olacaqdır. İkinci sual, əgər dişiciyi olan çiçəkdə yumurtacıq sayı yumurtalıq sayından çox olarsa, onda bu çiçəkdən əmələ gələr. Bilirsiniz ki, əgər yumurtalıqdan meyvə əmələ gəlir, yumurtacıqdan da toxum əmələ gəlir. Yumurtacıq sayı yumurtalıq sayından çoxdursa, bu o deməkdir ki, deməli bir dənə meyvədə çoxlu toxum olacaqdır. Ona görə çox toxumlu meyvə əmələ gəlir. Cavabı A variantı olacaqdır. Üçüncü sual. Şam ağacının həyat dövründə baş vermir. Tozlanma gedə bilər, mayalanma gedə bilər, dişi qozalarda toxumların əmələ gəlməsi gedə bilər, amma erkəkliklərdə tozcuqların əmələ gəlməsi, erkəklik və dişilik sözünü biz ancaq deyirik, deməli örtülü toxumlar, yəni çiçəkli bitkilərə aid edirik. Ona görə doğru cavab kimi biz buradan C variantını götürəcəyik. Dördüncü sual. İki qat mayalanmada spermlər birləşir. İki qat mayalanmada sperminin biri yumurta hücrə ilə birləşib zigota əmələ gətirir. Digəri isə mərkəzi hücrə ilə birləşir, endosperm əmələ gətirir. Ona görə doğru cavabımız burada 1 və 4 cavabı, yəni A variantı olacaqdır. Keçək 5-ci sualımıza. Şəkildəki bitkilərin toxumları hansı üsullarla yayılır? Görürsünüz, bu giləmeyvədir. Giləmeyvə adətən heyvanlar vasitəsilə, daha çox quşlar vasitəsilə yayıla bilər. Ona görə buna heyvanlarla deyirik. Bu isə qanadçıqlara malikdir. Bu da küləklə yayılır. Ona görə A variantı heyvanlarla və küləklə. Doğru cavabımız necə A variantı eləyəcəkdir. 6-cı sual. Cücərmə zamanı yanlış fikir göstərin deyir bizə. Cücərmə zamanı yaşıl yarpaqlar əmələ gələnə kimi rüşeym toxumunun ehtiyat qida maddə hesabına qidalanır. Bu düzdür. Elə ki, ehtiyat qida maddəsi qurtardıktan sonra yaşıl yarpaqlar hesabına fotosintez eləyir, özü üzvü maddə hazırlayır. Cücərən toxumda rüşeymin qidalanması və tənəffüsü güclənir, bəli. Yəni sakit halda olan toxuma nisbətən cücərən toxumda rüşeymin qidalanması və tənəffüsü daha da sürətlənmiş olur. Toxum düzələrkən əvvəlcə onun toxum qabığı çatlayır, sonra o suyu da xeyr. Suyu udur, şişir, sonra toxum qabığı çatlayır. Ona görə bu fikir yanlışdır. Düzəlməkdə olan toxumda ilk olaraq rüşeym gövdəciyindən yan köklər çıxır. Xeyr, ilk olaraq rüşeym kökçüyündən əsas kök çıxmağa başlayır. Ona görə doğru, bu da yanlış fikirdir. Doğru cavab 3 və 4 cavabı, yəni A variantı olacaqdır. Keçək indi 7-ci sualımıza. Mətndə nöqtələrin yerinə uyğun gələn ifadələrin düzgün ardıcıllığını müəyyən edin. Orqanizmi əhatə edən cansız və canlı təbiətin bütün amilləri buradan deyirik mühit adlanır. Ona görə 3'ü yazıram bura. Çünki mühit adlanır. Mühit şəraiti olmadan orqanizmlər qidalana, tənəffüs edə, böyüyə və nəsil verə bilməzlər deyir. Tamam. Amilləri işıq, temperatur cansız amillərə aiddir. Ona görə də biz burada cansız təbiət amillərinə işıq, temperatur, rütubət, torpaq və havadır. Amma canlı təbiət amillərinə isə biri yazıram. Bakteriya, göbələk, bitki və heyvanların təsiri aiddir deyirik. Ona görə 3, 2, 4, 1 doğru cavabımız C variantı olacaqdır. Keçək növbət sualımıza. Cədvələ əsasən x üstəgəl y ifadəsinin cəmini hesablayın. Yasəmən bitkisində zoğun müəyyən hissəsində buğumların sayı 6. Əgər buğumların sayı 6-dırsa, o zaman buğum aralarının sayı da 5 olacaqdır. Və bilirik ki, yasəmən bitkisində düzülüş qarşı-qarşıya düzülüşdür. Əgər 6 dənə buğum varsa, demək orada hər buğuma 2 yarpaq düşdüyü üçün 12 dənə də yarpaq eləyəcəkdir. İkisinin də birlikdə cəmi 17 eləyir. Yəni cavabımız B variantı olacaqdır, dediniz. 9-cu suala baxırıq. Dərisi qurudur və üzəri qərinləşmiş pulcuqlarla örtülüdür. Bu kertenkəleye aittir. Ona göre 1'e B variantı yazacağım.
2. Pulcuklarla örtülüdür və selik ifraz edən vəzlərə malikdir. Əgər pulcukla örtülüdür və selik ifraz edən vəzi varsa, o zaman bu da balıqlara aid olmuş olur. 2D'dir. Vəzlərlə zəngindir, tüklərlə örtüldür. Hə, o zaman söhbət məməlilərdən gedir. Burada A'dır. Çılpaqdır, selik ifraz edən vəzlərə malikdir. Bu da qurbağaya aiddir. Deməli 1 B, 2 dəniz, 3 A, 4 Y. Yəni doğru cavabımız D variantı olacaqdır. Burada quşa aid heç bir şey olmadı. 10-cu sual. Səhv bəndi müəyyən edin. Arının bədəni baş, döş və qarıncıqdan ibarətdir. Bəli, həşəratların bədəni 3 hissədən ibarətdir. Başında bir cüt bığcıq yerləşir. Bəli, bu da doğru fikirdir. Qarıncığında hərəkət orqanı olmur deyir. Qarıncığında hərəkət orqanı olmur arının. Baxırıq indi. Bəli, çünki bunun hərəkət orqanları 3 cüt yerimə ayağı ancaq döşdədir. 2 cütdə qanat, o da döşdədir. Ancaq döş hissəsində olur. Bu da doğru fikirdir. Döş hissəsində 3 cüt yerimə ayağı və 1 cüt qanat yox. 2 cüt qanad olur. Doğru cavab D variantı olacaqdır. 11-ci sual. Şəkildəki yarpaqların sayı yarpaq aralarının sayından neçə ədəd azdır? Şəkildə 1, 2, 3, 4 dənə yarpaq vardır. Ona görə yarpaqların sayı 4'tür. İndi yarpaq aralarının sayına baxıram. Bu tək lələk varidir. Ona görə 7 yarpaq burada var. Bir dənə yarpaq arası burada var. 5 dənə yarpaq arası burada var. Və bir dənə yarpaq arası burada var. Deməli 14 də bunlar elədi. O zaman deyir ki 14 dənə yarpaq ayası vardır. 4 tane yarpaq vardır. Arasındakı fərq isə ona bərabərdir. Yəni doğru cavabımız buradan deməli B variantı eləyir. Billəpəli bitkilərdə toxum düzələrkən endospermdə olan etil qida maddələri rüşeymə ləpə yarpaqları vasitəsilə ötürülür. Ona görə doğru cavab A variantını götürəcəyik. Bütün onurğalı heyvanlarda olur. Ətraflar xeyr. Məsələn, ilan onurğalıdır, amma onun ətrafı yoxdur. Daxili oksiskelet, bəli, sümükləşmiş çanaq, xeyr, sümükləşmiş çanaq hamısında yoxdur. Quyruq da hamısında yoxdur, amma daxili oksiskelet zaten xordalların belə əsas xarakterik əlamətlərdir. Ona görə də təbii ki, bütün onurğalarda əsas oxşar olan əlamət olacaqdır. Ona görə doğru cavabımız buradan deməli B variantını götürəcəyik. 14-cü sualımıza baxırıq. Uyğunluğu müəyyən edin. Kəpənəklər çiçəklərin çarpaz tozlanmasında iştirak edir. Özləri isə nektarla qidalanır. Bu mutualizmdir. Hər ikisi üçün faydalıdır. Buna biz deyirik mutualizm. Ona görə bir C'dir. Bunlar yanlışdır deməli. 2. Bəzi bitkilərin meyvə və toxumları heyvanların tükünə yapışaraq uzaq məsafə yayılır. Bu bitkilər üçün faydalı, heyvanlar üçün isə heç bir nə xeyir nə də ziyanı vardır. Biz də buna kommensalizm deyirik. Yəni 2B olacaqdır. Deməli, avtomatik olaraq cavabımız bu çıxır. Üçüncüyə baxırıq. Bəzi kəndlər məməli heyvanların dərisində tükləri arasında yaşayaraq onların qanı ilə qidalanır ki, bu da birinə faydalı, birinə zərərli. Biz de bunun adına ne deyirik? Parazitizm değil. O da A variantı olmuş olur diyecek. Geçelim 15. sualımıza. 15. sual nöqtələrin yerine yazılabilir deyir bize. Nöqtələrin yerine yazılabilir. Baxaq. Zoğun yeraltı şəkil dəyişməsinə aiddir. Soğanaq, bəli. Yeraltı şəkil dəyişmədir. Bığcıq yerüstü şəkil dəyişmədir. Kökümsov yeraltı şəkil dəyişmədir. Tikan yerüstü şəkil dəyişmədir. Gövdə yumrusu yeraltı şəkil dəyişmədir. Ona görə 1, 3 və 5 cavabı, yəni A variantı olacaqdır. Keçək 16-cı suala. Müəyyən ərazidə birlikdə yaşayan eyni canlıların bütün fərdlər qrupudur deyir. Təbii ki, belə olanda biz burada görürsünüz. Bütün fərdlər qrupudur. Üçüncünü götürəcəyik. Ona görə bütün fərdlər qrupu eyni canlının bütün fərdlər qrupudur. Məyəzdə yaşayan eyni canlının bütün fərdlər qrupudur deyir. Ona görə də cavab buradan eyni fərdlər qrupu.
eyni canlının bütün fərd. Populyasiyadan söhbət gedir. Populyasiya burada bizə verilib bura. Növdür? Populyasiya 1 ilə verilib. Ona görə cavab B variantını götürəcəyik. Çünki müəyyən ərazidə birlikdə yaşayan eyni canlının bütün fərdlər növüdür. Fərdlər qrupudur. Yəni eyni növə aid olsun. Və bilirik ki, eyni növə aid olan fərdlər populyasiyada cəmlənir. Ona görə doğru cavab B variantını götürəcəyik. 17-ci suala baxıram. Doğru fikirləri seçin. Küləklə tozlanan bitkilərdə çoxlu sayda tozcuq əmələ gəlir. Bu düzdür. Yəni bitkilərin çiçəkləri hermafrodit ola bilməz. Niyə olmur ki? Hermafrodit olan çiçəklər vardır ki, hansı ki onlar çarpaz tozlanır. Külək vasitəsilə çarpaz tozlanır. Bu səhv fikirdir. Sonra bitkilərdə tozcuqlar xırda və yüngül olur. Bəli, bu da doğru fikirdir. Bitkilərin əksəriyyətində çiçəklər nektara malikdir deyil. Xeyr, bu fikir yanlış fikirdir. Ona görə bizə 17-ci sualda doğru cavabımız, yəni C variantı 1-3 cavabı doğru cavab olur. 18. Təbii şəraitdə hansı bitkinin çiçəyinin dişiciyinin ağızlığına başqa çiçəyin tozuğu düşə bilməz? Belə olduğu halda mən burada doğru cavab kimi darını götürürəm. Niyə? Çünki darı toxumları çiçək açılmamış tozlanır. Çiçəyi açılmamış tozlandığına görə də demək açılmayıb deyə ona kənardan heç bir tozcuğun gəlib düşmə ehtimalı yoxdur. Ona görə doğru cavab kimi darını götürəcəm. Amma dediyimiz burada məsələn palıddır, fındıqdır, qozdur. Halbuki bunlarda çarpaz tozlanma vasitəsilə tozlanma baş verir. 19. Onurğasız heyvanları seçin. Onurğasızları. Tarantul hörümçəklərə aiddir. O da onurğasızdır. Kalmar xərçənglərə aiddir. Onurğasızdır. Armadil məməlidir. Bu onurğalıdır. Tısbağa sürünənlərə aid onurğalıdır. İlan onurğalıdır. Soxulcan isə həlqəvi qurtlardır. Bu da onurğasızdır. 1, 2, 6 onurğasız heyvanlardır. Ona görə doğru cavab B variantı olacaq. 20-ci sualımıza baxaq. Şəklə əsasən səhv olanları seçin. Bir nüvə. Bir nüvə deyil, bir vakuoldur. Nüvə burada 4 ilə göstərilir. Deməli 4 də vakuol yazına görə də avtomatik o da səhvdir. 2 bizə buradan göstərir xoroplast deyir. Doğru fikirdir. 3 stoplazma boşluğu göstərir. Bəli, stoplazmadır. 5-də hüceyrə divarı, bəli, hüceyrə divarı daxilində plazmatik membran. 1 ilə 4 burada yanlışdır. Doğru cavab D variantı olacaq. Nöqtənin yerinə uyğun gələn ifadələrin düzgün ardıcılığını müəyyən edin. Digər köklər üzərində inkişaf edir. Yan kök. Həm əsas kökün üzərindən, həm də əlavə kökün üzərindən çıxa bilər. Demək, gövdədən və yarpaqdan çıxan köklər isə əlavə köklər adlanır. Toxumun rüşeym kökündən inkişaf edən köklər isə əsas kök olur. Ona görə cavab 1, 3, 2 ardıcıllığı ilə gedəcəkdir və B variantı olacaq. 21-ci sual. Lobya bitkisinin həyat dövrünün sxeminə əsasən yanlış olanları seçin deyir. Baxaq indi. A çiçəkləmə, bəli, görürük A-da çiçəkləmə baş verir. Bir düz. B. Çarpaz tozlanma. B-də tozlanma deyil. Bura diqqətlə baxsanız B-də artıq yetişmə baş verir. Ona görə bu yanlışdır. C. İki qat mayalanma. İki qat mayalanma da burada baş veribdir. İki qat mayalanma deyil. Toxumlar yetişib və toxum ətrafa yayılır. Bu da səhvdir. D. Toxumun düzəlməsi. Bəli, düzdür. Toxum düzəlir. Y. Yeraltı, yerüstü, yarpaqlı yerüstü gövdənin inkişafı. Bəli. Bu da düzdür. Demək 2 ilə 3 burada yanlışdır. Yəni cavab C variantı olacaqdır. Bəli. 23-cü sual dedik burada. Şagirdlər müəyyən sahədə biomuxtəlifliyi qiymətləndirmək üçün tədqiqat aparmış və nəticələri aşağıdakı cədvəldə qeyd etmişdir. Cədvələ əsasən həmin sahə üçün biomuxtəliflik indeksini hesablayın. Biomuxtəliflik indeksini hesablayanda biz fərd sayını deməli əsas götürürük və növ sayını bölürük fərd sayına. Növ olaraq quş şəhbəyi, zəncirotu, bağa yarpağı, yonca,
qaymaq içək. 1, 2, 3, 4, 5 dənə. 5 növdür. İndi fərd sayına baxırıq. 12 ilə 8 eləyir 20. 6 ilə də 14 eləyir 20. Elədir 40, bu da 10. 5-in 50-yə nisbəti. O da bərabərdir 0,1. Deməli doğru cavabımız A variantı eləyəcəkdir. 24-cü sual. Bağban eyni növ bitkini iki üsulla çoxaldır. Birinci üsul gövdə çilikləri ilə yeni bitkilər yetiştirir. İkinci üsul toxumdan yeni bitkilər yetiştirir. Bir müddət sonra iki üsulla çoxaltdığını bitkilərin fərqli xüsusiyyətlərə malik olduğunu müşahidə edir. Bunun əsas səbəbi nədir? İkinci üsulla çoxaldılan bitkinin fərqli olur. Çünki ikinci üsul toxumladır. Toxumla olduğu üçün o həm ana bitkinin xüsusiyyətini daşıyır, həm ata bitkinin xüsusiyyətini daşıyır. Deməli, vegetativ orqanların daha sürətli inkişafı xeyr, o birinciyə aiddir. Amma cinsi çoxalmada genetik müxtəlif yaranması, bəli. Bax, buna görə də həm ata bitkinin, həm ana bitkinin xüsusiyyətini daşıdığına görə ikinci bitkidə fərqli üsullar meydana çıxa bilir. Ona görə cavab B variantı olur. 25-ci sualımıza baxırıq. Cədvələ əsasən X və Y-i müəyyən edin. Cismin həqiqi ölçüsü 0,3 millimetr. Mikroskop altında görünən ölçüsü 2,4 santimetr. Bunu da millimetrə çevirsək 24 millimetr edəcək. Deməli, bir mikroskopun böyütmə dərəcəsi. Böyütmə dərəcəsini tapmaq üçün mikroskop altında görünən ölçüsünü həqiqi ölçüsünə bölürük və bərabərdir. Deməli, burada böyütmə dərəcəsi eləyir 800. Bunu tapdıq. Sonra okulyarın üzərindəki rəqəmi obyektin üzərindəki rəqəmə vurmaqla mikroskopun böyütmə dərəcəsini tapa bilərik. Böyütmə dərəcəsi bəllidir, 800-dür. Okulyarın üstündəki rəqəmi soruşur mənə. Deməli, X vurulsun. Obyektivin üzərindəki rəqəm isə 40-dır. 40, o da bərabərdir 800-ə. X də buradan bərabərdir. 800-ü 40-a böləndə 20. Ona görə doğru cavabımız X-in rəqəmi, yəni okulyar üzərindəki rəqəm 20-dir. Mikroskopun böyütmə dərəcəsi isə 800-dür. Yəni cavab D variantı eləmiş olacaqdır burada.